Hər kəs salam izləyicilər. Bu gün sizlərə bir neçə ehtiyat hissəsinin orijinal və dublikat məhsulu necə aid etməli olduğunuzu göstərmək istəyirəm. Hal-hazırda gördüyünüz yağ filtridir. Bu Range Rover'in P400 mühərrikinə aiddir. Hal-hazırda gördüyünüz kimi bu orijinaldır, bu isə dublikatdır və biz bunları necə aid edə bilərik? İlk olaraq iki filtri də öz qabından çıxarırıq. Demək olar ki, hər şey eynidir. Salniklərin rənglərinə kimi. Lakin burada biz nəyə diqqət etməliyik? İlk növbədə orijinal salniklər daha zəif parlaqlığa malikdir. Dublikat salniklər isə daha parlaqdır orijinala baxanda. Ondan sonra bizdə burada orijinal detalın filtr kağızı bu var. Bunu seçək. Dublikat filtrdə isə həmin o başlanğıc və bitiş nöqtəsi yoxdur. Orijinalda isə var. Ondan sonra burada siz baxa bilərsiniz. Məhsulun injiner kodudur. Burada qeyd olunub. Ondan sonra burada Jaguar Land Rover qeyd olunubdur. Lakin dublikatda burada biz Gaps firmasını görürük. Onun brend kodunu görürük və orijinal kodunu görürük. Bu daha keyfiyyət baxımından zəif məhsuldur orijinala baxanda. Hal-hazırda bizim P400 mühərrikinə aid olan yağ filtri ilə bağlı olan məlumatımız idi. Və son olaraq bildirmək istəyirəm ki, bütün detallar belə yoxlanılmır. Hər bir filtrin və yaxud da ki, digər ehtiyat hissəsinin orijinalın və dublikatın bir-birinə aid etmə metodları fərqli ola bilər. Əgər sizi hansısa bir məhsul maraqlandırırsa, bizə yaza bilərsiniz. Biz onu sizlərə böyük məmnuniyyətlə izah etməyə çalışarıq.